Deməli, mən bilirsiniz, hansısa bir 20 ildən çox mən Bivəfa mahnım oldu və bütün Azərbaycana, bütün demək olar ki, hər yerə mənim o mahnım səs saldı. Və bizim rejissorumuz Gülər Həsənli buradan salamlayıram. Gülər xanım dedi ki, bu klip nədənsə hərbi hissədə çəkilməlidir və biz getdik üst tutduq Lənkərana. Və Lənkəranda hərbi hissədə mən bu klipi çəkdim. Və klipi çəkdim, əslində mən deməli hərbi hissəyə gedəndə özümüzlə mənim yanımda rol alacaq bir bəy aparmışdıq, aktyor aparmışdıq. Və elə oldu ki, mənimlə gedən aktyor mənim xoşuma gəlmədi. Niyəsə, xoşuma gəlmədi, biraz yaxşı çıxmaz. Biraz onun tipajı niyəsə mən dedim ki, Gülər xanım, niyəsə bu mənim gözüm tutmur da, istəmirəm, onun saçı var. Əskərin saçı olmaz axı, ay sağ ol. Və Gülər xanım dedi ki, yaxşı. Deməli, orada sağ olsunlar, komandirlə danışdılar və komandir dedi ki, Rəqsan xanım, burada gələn əskərlər, hamısı cavan əskərlərdirlər, bunlar artıq 2 aydır buradadılar. Mən sizi icazə verirəm, siz baxın, hansı əskər sizin xoşunuza gəlirsə, sizinlə klipdə rol almaq üçün və o əskəri götürün, çəkilişə başlayın. Dedim, yaxşı. Və mən girdim, gördüm ki, 1 yox, 2 yox, 1, maşallah, bilirsiniz, hərbi hissədə az əskər olmur, hərbi hissədə nə qədər əskər var, baxdım, maşallah, maşallah, Allah bizim ordumuzu qorusun. Gördüm ki, nə qədər əskərlərimiz var və getdim orada, elə qabaqda bir oğlandan yapışdım. Dedim ki, mən istəyirəm ki, bu əskər mənimlə çəkilsin. Hündür, uca boylu bir oğlan idi, adı da Zaur. Deməli, o da əskərliyə gəldiyi 2 aydır. Bunu da axı o müddətdə ailələrlə görüş falan olmur, yeni yetmə vaxtlarda, yeni gəlirlər əskərliyə. Və mən o ucardan idi, səhv eləmirəmsə, mən götürdüm onu, klipə onu çəkdim və orada, deməli, bütün saldatlar, əskərlər mənim mahnımla ona deyirlər, bilmirəm, Azərbaycanda deyirlər, şakat eləməyə başladılar, Bivəfa, Bivəfa və təsəvvür eləyin ki, bizim o əskərlərimizin, mənim bağlılığım, bax, bizim əskərlərimizlə elə həmin vaxtdan başladı və təsəvvür eləyin ki, o klip elə bizim əskərlərimizlə də öz peçatını vurdu və bütün Azərbaycana tanındı. Düzdür, bu günlərim mənim bütün repertuarıma demək olar ki, mənim az yaşım yoxdur, mənim artıq 47 yaşım var və 30 ilə yaxındır ki, bu sənətdəyəm mən. Və mənim bugün repertuarıma əməkdar xalq artistləri müraciət edirlər, mənim mahnılarımdan oxuyurlar. Bu yaxınlarda bilirsiniz, Bivəfama da yenə müraciət edib oxuyublar. Amma Bivəfanın şirinliyini, Bivəfanın peçatını, Bivəfanın, necə deyim, o mahnıda olan milizmalar var, mahnıda olan şirinliklər var. Onları mən vurmuşam və sözümü də demişəm. İstəyirsiniz o mahnını aparın, dünyada tanınmış ən, necə deyim, belə bir nömrə aranjman eləyənlərin qarşısına qoyun ki, bu mahnıya bir aranjman, bir don geyindirin, təzdən bunu çıxarıb partladaq, bu mümkün deyil. Hər bir mahnının ilk ifaçısı, o bugün də Rəqsanənin ifasında sevilir, sabah da seviləcək. Mən olmayanda da o deyiləcək ki, Bivəfa Rəqsanə. Oxusunlar, mən xoşbəxtəm. Niyə? Çünki mənim mahnılarıma xalq artisti, əməkdar artistlər müraciət edirlər. Halal xoşlar olsun, qoy oxusunlar. Amma kimin adını deyirlər? Rəqsanənin mahnısı. Deməli, mənim repertuarım zəngin repertuar olubdur ki, siz bu günlərim, zəmanənizi belə mənim mahnılarımla əyaqlaşırsınız, əzizlərim. Bivəfa, bivəfa, atmısan odlara, elə yandırmısan, sevmərəm bir daha.